Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının birgə təşkilatçılığı ilə Konstitusiya və suverenlik ili çərçivəsində böyük qayıdış, hədəfləri reallığa çevirən məqsədyönlü strategiya mövzusunda tədbir keçirilib. Əvvəlcə Sumqayıt şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb. Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən bəhs edib. O qeyd edib ki, müasir Azərbaycanın inkişaf strategiyasının müəllifi ümumilli lider Heydər Əliyevdir. Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurası sədrinin müavini, ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib ki, Ulu Öndər bütün həyatını Azərbaycan xalqına və dövlətinə həsr edib. Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev çıxışında Azərbaycanın inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz rolundan danışıb. O qeyd edib ki, bugün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib. Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Tahir Quliyev Azərbaycanın inkişaf yolundan əldə olunan nailiyyətlərdən bəhs edib. O bildirib ki, ölkəmizin inkişafının təməlində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən çoxşaxəli siyasətin Prezident İlham Əliyev tərəfindən məzmun və keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi dayanır. Tədbirdə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının məsləhətçisi, gənc şair Elvin Əlizadənin "Dünən Zəngilana getmişdim ata" şeiri də səsləndirilib. Sonra tədbir interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırılıb. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov bu gün informasiya proqramı üçün.